YouTube kanalında abunəçiləri artırmağın effektiv yolu. Facebook qruplarından istifadə. Müasir dövrdə sosial media platformaları bir-biri ilə sıx əlaqədə işləyir və düzgün strategiya ilə bu əlaqədən maksimum fayda əldə etmək mümkündür. YouTube kanalının inkişafı üçün təkcə keyfiyyətli video hazırlamaq kifayət deyil, eyni zamanda həmin məzmunun düzgün auditoriyaya çatdırılması da böyük rol oynayır. Bu baxımdan Facebook qruplarından istifadə sınanmış və effektiv metodlardan biridir. İlk addım olaraq fəaliyyət sahənizə uyğun olan Facebook qruplarını tapmaq və onlara qoşulmaq lazımdır. Məsələn, əgər siz texnologiya, kulinariya, avtomobil və ya təhsil mövzusunda videolar hazırlayırsınızsa, həmin sahələr üzrə aktiv qrupları seçmək daha məqsədə uyğundur. Bu, paylaşdığınız videoların daha çox maraq doğurmasına səbəb olacaq. Daha sonra hazırladığınız videoları bu qruplarda mütəmadi şəkildə paylaşmaq vacibdir. Lakin burada bir məqama diqqət yetirmək lazımdır. Sadəcə link paylaşmaq kifayət etmir. Paylaşım zamanı diqqət çəkici başlıq, qısa təsvir və izləyicini maraqlandıracaq açıqlama əlavə etmək tövsiyə olunur. Bu, insanların videoya klik etmə ehtimalını artırır. Bundan əlavə, qruplarda aktiv olmaq, şərhlərə cavab vermək və digər paylaşımlara reaksiya göstərmək də sizin etibarlılığınızı artırır. İnsanlar daha çox aktiv və səmimi istifadəçilərin məzmununa maraq göstərirlər. Bu metodun əsas üstünlüyü ondan ibarətdir ki, siz videolarınızı artıq hazır auditoriyaya təqdim edirsiniz. Beləliklə, YouTube kanalınıza yönləndirilən trafik artır və bu da abunəçi sayının tədricən yüksəlməsinə səbəb olur. Nəticə etibarilə, Facebook qruplarında düzgün və planlı fəaliyyət YouTube kanalınızın inkişafı üçün güclü alətə çevrilə bilər. Bu üsulu sınayın və uğurlar qazanın.